Cəmiyyət bugün Aşura məktəbindən düzgün formada istifadə eləməlidir. Təkcə göz yaşları ilə deyil, bu lazımlıdır göz yaşları. Qara köynəklər lazımdır. Biz hüzün içindəyik. Bizim ağamız məzzumcasına şəhid olur. Bizim əmməmiz, bibimiz xanım Zeynəb əsir düşür. Bəli, bu faciədir. Amma həqiqətləri bu gündən cəmiyyətə çatdırmaq lazımdır. İmam Hüseynin xanım Zeynəbin bizdən nə istədiyini bu gün cəmiyyətə çatdırmaq lazımdır. İnsan əgər istəyirsə, daxilində əbədi xoşbəxt yaşamaq hissini həyata keçirsin, yəni əbədi xoşbəxt olsun, heç şübhəsiz bu əbədi xoşbəxtliyə çatmaq üçün insanın Allaha, onu yaradana imanı olmalıdır. Allaha inanmaq bir qaladır. İnsanı bütün şeytani vəsvəsələrdən, pozğun əqidələrdən qoruyur. İmanın nə olduğunu insanlar bilməlidir. İman iddiasında olan insanlar doğrudanmı iman sahibidirlər? İslam Peyğəmbəri imanı tərif edir. Buyurur, Əl-imanu aqdun bil-qəlb. İman qəlbdə olan əqidədir. Həzrət Əli əleyhissalam buyurur, Əl-mər'u bi-imani. İnsanlığın ölçüsü, meyarı nədir? İmandır. İnsanın Allaha olan bağlılığı möhkəm olmalıdır. İnsan Allahın böyük qüdrət sahibi, elmli, hər şeydən ehtiyatsız olmasına inanmalıdır və bütün qüdrətin Allah əlində olması və hər an Allahın məhzərində, huzurunda olmasını bilməlidir. Təkcə dillə yox, bütün vücudu ilə Allaha bağlı olmalıdır. Dəyərləri düzgün hesablaya bilmirlər. Bəzən gözlərində bəzi ibadətlər o qədər böyük görsənir, amma həqiqətdə əhəmmiyyət vermədiyi bəzi işlər qat-qat üstündə o ibadətlərdir. Məsum imamlarımızı, namaz qılanlar, oruç tutanlar şəhid ediblər. Xüsusilə İmam Hüseyin əleyhissalam və əshabı şəhid edildi. Kimlər tərəfindən? Namaz qılanlar tərəfindən. İmam Hüseyin əleyhissalam Kərbəlaya gəlməyi ilə, Aşurada şəhadəti ilə çox məsələləri, dəyərləri bizə başa saldı. Birinci növbədə İmam Hüseyin ağadır ki, onlar namaz qılmırlar. Yəni əyilir, durur, möhrə səzdə edir və yaxud əli bağlı qılır, əli açıq qılır, o namaz qılmır. Yəni onlara namaz qılan desöz səhv eləmişsiniz, onlar yalancılardır. İmam Hüseyin ağa namazı necə qılmağın dəyərini bizə öyrətdi. Dedi, namaz əyilib durmaqdan ibarət deyil. Saqqal bıraxıb təsbih fırlatmaqdan ibarət deyil. İnsanlar içində namazdan, namaz qılan adından istifadə edib hörmət qazanmaq deyil. Namaz tam bambaşqa bir şeydir. O namazı iqamə elədi, öz əshabı ilə göstərdi namaz hansı namazdır. İnsanlar rəzil içində zülmün həqiqətini başa düşmədən ibadət edirdilər. Cəmiyyətdə zülm, pozğunluq rəvəz tapmışdı, yayılmışdı. Amma bunlar yenə Kəbənin ətrafında fırlanırdılar. Yezid başlarının üstündə oturmuşdu, Peyğəmbər yerində əyləşmişdi. Amma bunlar yenə də rahat namazlarını da qılırdılar, oruclarını da tuturdular, həccə də gedirdilər. İmam Hüseyin Əsəm hər şeyini verməklə dinin həqiqətini insanlara çatdırdı. Allah Teala Quran-ı Kərimdə möminlərin xüsusiyyətini sayır. Möminlər o şəxsdir ki, Allaha və onun Rəsuluna iman gətirə və Allah yolunda malını və canını fəda edə. Allah deyir, mən bunu mömin sayıram. İmanın həqiqəti bundan ibarətdir. Allah Teala buyurur, Ulaikə humus sadiqun. Həqiqətən bu zümrə, bu dəstə sadiqdir, doğrusudur. 20 mömin, sabir, səbr edən. Burada ayə mühüm nöqtədir ya. Bəziləri evdə otururlar, dilə səbr eləmək lazım bu zülmə, bu hicab qadağası var, haqsızlıq var, insanlar zindandadır, səbr eləmək lazımdır. O Allah da deyir, yox, səbir döyüş meydanında olmalıdır. Allah deyir, mən səbr edənlərlənəm, yəni bu səbr edənlərlə. Nəinki evində oturub, adını səbir qoyub, İslama xəyanət damla. Allah deyir, mən sabir kişilərlənəm. Sabir insanlarla, səbr edənlə, yəni döyüş zamanında mübarizə aparır, çətinliklər çəkir, zindana düşür, haqq söz deyir.
işgəncələrə məruz qalır. Bütün bu anlarında səbr edir, şükrən lillah. Yəni deyir, əgər 20 səbr eləyən kişiniz olsa, mərdiniz olsa, 200 kafirə bərabərdir. 100 nəfər mömin ola, səbirli mömin, kafirlərin 1000-nə bərabərdir. Deyib, bi-ənnəhum qavmun lə yəfqahun. Bilirsiniz niyə sizin yüzünüz onların 1000-nin qarşısına dayanır? Çünki onlar axmaqdırlar. Çünki onlar Allaha bağlı deyirlər, onların əqidəsi yoxdur. Onların sırf düşüncə tərzi, maddi çərçivələr əsasında qurulur. Amma siz mənə inanırsınız. Sizin imanınız var, əqidəniz var. İman elə bir qüvvədir ki, bütün çətinlikləri insanın gözündə asanlaşdırır. Qıraqdan tamaşa eləyənlər üçün çətin gəlirdi. Amma İmam Hüseyin ağa üçün rahat gəlirdi. 30 min qarşısında 70 nəfər, bəli, qıraqdan baxılanda böyük bir şeydir. Amma İmam Hüseyin və əshabı gülə-gülə qarşıyırlar onu, sevinirdilər. Görün, əqidə nə qədər möhkəm idi. Quran deyirdi, sizin biriniz onunla bərabərdir. Kərbalada hadisələr baş verirdi. İmanın kamilliyi təzalla edirdi orada. 13 yaşlı Qasim, İmam Həsənin yadigarı, yeniyetmə 30 minin qarşısına dayanıb mübarizə aparırdı. Həzrət Əli Əkbər, Həzrət Əbəlfəz, Müslüm ibn Ovsacə, Həbib ibn Məzahir, Kərbəlanın o parodiyan şəxsiyyətləri, hamısı bir-bir dayanırlar 30 minin qarşısında. Yəni Kərbəla hadisəsi, Aşura məktəbi necə Allaha imanlı olmaq, necə Allaha bağlanmağın bir nişanəsi idi. Aşura məktəbinin, İmam Hüseyin məktəbinin özəlliyi ondaydı ki, bütün yaş təbəqələri, qadın, kişi, bütün insanların yaş təbəqəsi hamısı iştirak edirdi orada. Qadın da, kişi də 6 aylıq körpədən 90-90-dan çox yaşlı kişilər. İnsanları Kərbəla məktəbi 3 dəstəyə böldü. Dedi, ya Hüseyindisən, haqq söz deyəcəksən, zalimlə qarşı-qarşıya gələcəksən, mübarizə aparacaqsan, o yolda canından keçəcəksən. Necə ki İmam Hüseyin ağa keçdi və əshabı keçdi. Yezdin qarşısına dayandı, dedim mənim kimlər sənin kimlərinə beyyət eləməyəcək. Birinci qrup girdi meydana, hər şeylərindən keçdi. İkinci qrup Xanım Zeynəb salamullah aleyha ilə İmam Səccad aleyhissalam bu hərəkatı cəmiyyətə ötürdülər. Təhrif əli uzanmasın, həqiqətlər gizlənməsin. İmam Hüseyin ağanın sözlərini, hərəkatını, baxışını, İslam'a verdiği dəyəri, namaza verdiği dəyəri, həqiqi namaz qılanların xüsusiyyətin hamısını Xanım Zeynəb salamullah aleyha ilə İmam Səccad aleyhissalam cəmiyyətə çatdırdı. O gün bugün Xanım Zeynəb salamullah aleyhanın əziyyətləridir din Aşura gəldi çatdı bizə. Yezidin sarayında cürət tapan şücaətli Həzrəti Əlinin qızı Zeynəb idi. Necə qardaşı dayanmışdı möhkəm, Xanım Zeynəb də dayandı. Həqiqətləri çatdırdı. Əgər büyük cəmiyyətdə Hüseynçi varsa, Zeynəbçi də olmalıdır. Biz Hüseynçilər kimlərdində hal-hazırda? Zindanda yatan kişilər. Onlar girdilər, haqq söz dedilər, mübarizə apardılar, meydanlara girdilər, alqan içində zindanlara atıldılar. Onlar Hüseynçilər idi. Çöldə qalanların da hissəsi nədir? Xanım Zeynəbin yolunu tutmalıdırlar. İmam Səccadın yolunu tutmalıdırlar. O həqiqətləri insanlara çatdırmalıdırlar. Mucizələrində dua etməlidirlər. Dualarında yad etməlidirlər. Hara çatdılar iş yerlərində, dostlarına, cəmiyyətlərə inteqrasiya eləməlidirlər bu hərəkatı. Bu ruhiyyəni çatdırmalıdırlar. Əgər bu ikisi olmasa, üçüncü yol Yezdin yoludur. Ya Hüseynçisən, ya Zeynəbçisən, ya da ki Yezidçisən. Yəni bunların içinə sustun, kömək eləmədin, Yezidin tərəfdarısan da. Yezid nə istəyir? Yezid istəyir ki, nə onun əleyhinə qalxan olsun, nə onun əleyhinə danışan olsun. Kim də onun əleyhinə qalxanları müdafiə eləsə, assın zindana öldürsün. O ki dillər qara köynək geyinirsiniz, ağlayırsınız, İmam Hüseyin ağa cənnətə getdi.
Şəhid oldu, cənnətə getdi. Buna sevinin. Bu fikirləri səsləndirənlər bəyaz düşüncəli insanlardır. Ağlayırıq imamımızın məzlumcasına, qətlinə, şəhadətinə, xanım Zeynəbin əsirliyinə. Və bu ağlamağımız da, bu göz yaşlarımız da birbaşa bizim nə deməkdir? Yezid və Yezid xüsusiyyətli olan rejimlərə yox deməyimizdir. Yəni bu göz yaşlarının mənası zalıma yox deməkdir. Yəni biz Hüseyin yolunda İmam Hüseyin məşrəbinin arzulu olaraq bu qara geyinməyimizlə sizə sübut edir ki, biz Hüseyinci yolu gedirik. Bizim rəhbərimiz İmam Hüseyindir. Necə zalıma beyət eləmədi, baş əymədi, sona qədər mübarizə apardı. Xanım Zeynəb salamullah aleyha haqqı çatdırdı. Belə fikirləşməyin ki, bizi həbs elədiniz, bizim qorxuza biləcəksiniz. Həbsli olanda Hüseyinci olmalısan, çıxanda da Zeynəbci olmalısan. Haqq çatdırmalı cəmiyyətə. Bu Kərbəla məktəbinin, İmam Hüseyin məktəbinin bizə öyrətdikləridir.